Qaraciyəri yeniləmək üçün 1 çay qaşığı alaqanqal toxumu tökülür kofemolkaya. Bunu indi üyüdə inşallah. Baxın, artıq üyüdüldü, toz şəklinə salındı. Görün nə gözəl alaqanqal toxumudur. Bax, rayondan yığdığımdır. Baxın, görürsünüz. Bir miqdar götürürəm. Hər gün belə deyim də profilaktik 1 çay qaşığı üyüdüb qəbul edirəm mən bunu. Bir şey deyim sizə. İndi soruşacaqsınız ki, alaqanqal toxumu yoxsa yağı? Əlbəttə ki, toxumu. Çünki bütün fermentlər buradadır. Bax, burada, toxumdadır. Yağı çəkəndə itir. Çox su qalır bunun qabığında. Belə. İndi istifadə qaydasını sizə göstərim. 1 çay qaşığı götürülür, dilin üzərinə qoyulur. Və 1 stəkan suyuna içilir. Yeməkdən təbii ki 1 saat qabaq. Səhər, günorta, axşam içilsə gözəl olar. Mən də məsələn üçün qaraciyərimdə problem yoxdur qəti. Ona görə də indi həftədə 3-4 dəfə məsələn üçün 1 çay qaşığı dil üzərinə qoyub 1 stəkan suyuna içirəm səhər-səhər. Kimdə ciddi xəstəliyi varsa qaraciyərdə, ciddi, yəni artıq bərkiyib, böyüyüb, piyləşib də qaraciyər yağlanıb, o zaman məsləhət görürəm ki, 1 orta xörək qaşığı üyüdün, səhər, günorta, axşam dilin üzərinə qoyun, 1 stəkan suyuna için. Gündə də 1 saat yarım yürüyüş eləyin, alma şəkərli su için. Belə. Qaraciyəriniz inşallah tək bu qaraciyərə yox, qaraciyər, öd yolları, altı vəz, dalaq, qəbizliyə hamısına fayda verir, hamısını götürür. Çox gözəl, faydalı bir şeydir. Çalışın, yaxşısını tapın. Acı olmalıdır o. Yəni yandırsın qaraciyərdəki yağları. Belə. Məndə də var, problem yoxdur. İndi müsəlmanlardan alın, Allahdan qorxan insanlardan alın. Baxın da alanda görün ki, yaxşı olsun, təmiz olsun alaqanqal toxumu. Belə, çox sağ olun, minnətdarım. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Mən Allah üçün bunları paylaşıram ki, götürün, eləyin. Yəni bundan artıq mən necə göstərim? Çəkdim, üyütdüm. İstifadə qaydasında dedim sizə. Yalnız bu yeməkdən qabaq istifadə olunmalı. Səhər, günorta, axşam yeməkdən 1 saat qabaq istifadə olunsa mükəmməl.